həmin bu iki demək mərkəzdə olan bir sütunun yer ilə günəşi təmsil etdiyini, onun ətrafında olan 12 daşın isə 12 ayı ifadə etdiyini qeyd etməliyəm. Və bizim günümüzdə martda Novruzun gəlişi üçün səməni qoyulur. Və xatırladım ki, demək bizim Novruzun gəlməsinə qədər 4 çərşənbə var. Su çərşənbəsi, ortadakı yer və torpaq çərşənbəsinin və növbəti sonuncu isə mütləq od çərşənbəsidir. Yəni biz əslində burada demək su çərşənbəsində səməninin qoyulması, digər 2 çərşənbədən sonra isə növbəti sonuncu çərşənbədə od çərşənbəsində günəşin üzünün görsəndiyini ifadə edən bir gələneğin olduğunu görürük. Bunu mən indi qarşıda açacağım. Yaxşı, səməni sözü necə formalaşıb? İddia olunur ki, səməni sözü fars dilindəndir və bizim dilimizə keçmədir. Və həmçinin bir çox tarixçi, araşdırmacı qeyd edir ki, səməni və Novruz bayramı ümumiyyətlə türklərə gəlmədi. Bu əsasən yəqin ki, Səlcuqlu zamanında türklərə keçibdir. Səməni sözü yenə su və ama sözünün birləşməsindən formalaşmış sözdür və olduqca qədim sözdür. Çünki biz səməni və onun tərs kombinasiyası olan mas, las sözünün bir çox fərqli dildə olduğunu görürük. Yəni səməni sözü son dövrdə və ya son minillikdə və ya bir neçə minillikdə yaranmış söz deyil. Səməni sözü su ama sözündən artıq qeyd etdiyim kimi formalaşıb. Biz Misirdə düzəldilən arpiya saman dildiyini görürük. Hind-Avropa dillərində semen sözü toxum, Rus dilində, günümüz Rus dilində ailə mənasına gələn sözün olduğunu görürük. Və bizim dilimizdə həmçinin sümük sözü, kemik sözünün sinonim olan sözün bu söz kökündən olduğunu görürük. Həmin səməni sözünün tərs kombinasiyasından demək nas kökü formalaşır. Ərəb dilində qadın deməkdir, insan sözünün köküdür. Sının tılaşmasıyla nat sözü Hind-Avropa dillərində doğmaq sözüdür, natal sözü və həmçinin Rus dilində olan ana mənasına gələn mat sözü və tının yelaşması ilə dilimizdə Tanrı İsa kimi ifadə olunan ümay sözü də bu kökdəndir. Demək ki, biz səməni sözünün həmin Hind-Avropa dillərində, həm Hami-Sami dillərində və həmçinin türk dilində olduğunu görürük. Və indi həmin o səməni ilə bərabər mən qeyd etdim ki, Göbəkli Təpədə demək 3 damğa var. Hilal formasında ay, həmin ayın üstündə bir dairə və dairənin ortasında nöqtə olan bir dairə. Və bunun biz bir digərinin Hakasyada olduğunu görürük. Ay, hilal. Üstündə dairə, ortasında nöqtə olan damğanın Hakasyada var, Göbəkli Təpədə var. Və bu damğanın nə mənaya gəldiyini həmin arxeoloqlar və o həmin arxeoloji qazıntıların izahını verməyə çalışanlar bilmir. Biz Azərbaycan Novruz xonçasına baxdıqda bir səmən olduğunu görürük, yanında digər quru meyvələrin olduğunu görürük, rəhlənmiş yumurtanın olduğunu görürük və həmçinin bunun yanında Azərbaycan Novruz bayramında dəyişməyən digər əsas 3 atribut var. Nədir? Şəkərbura, qoğal və paxlava. Həmin oradakı şəkərbura ayı ifadə edir, qoğal günəşi ifadə edir, paxlava və ortasında mütləq fındıq qoyulan paxlava isə ulduzu ifadə edir.